Akıl Bakdadı kanalında Cici Hak Qərdək. Bağışlayan və mehriban Allahın adı ilə. Salam mənim əzizlərim, igid oğullarım, gül qızlarım. Yaxın əyləşin. Bugün Kövsər bacınız sizə nağıl boğçasından gözəl bir nağıl seçib. Bu gecənin nağılı yaxşılıq. Biri var idi, biri yox idi. Fərhad adında bir oğlan var idi. Fərhad kənddə nənəsi ilə birlikdə yaşayırdı. O hər gün kənddə müxtəlif işlər görürdü. Toyuq cücəyə dəm verir, meşədən odun gətirir, mal-qaranı otlağa aparırdı. Amma bu işlər onu qane etmirdi. Elə hey böyük bir iş görmək arzusundaydı. Bir gün Fərhad nənəsinin yanına gəlib dedi: "Nənəcan, mən çox böyük bir iş görmək istəyirəm. Elə böyük bir iş ki, çoxlu savab qazanım. Səncə nə edim?" Nənəsi gülümsəyərək dedi: "A bala, get cücələrə dəm ver." Fərhad dedi: "Ay nənə, hər gün cücələrə dəm verirəm. Bu kiçik bir işdir. Mən böyük bir iş görmək istəyirəm." Nənəsi təəccüblə ona baxdı. Fərhad dedi: "Nənəcan, mən həyətdəki bütün işləri görmüşəm. İcazə ver biraz kəndi gəzim dolaşım. Bəlkə böyük bir iş tapdım." Fərhad bağlamasını götürdü və yola düşdü. Getdi, bir alma ağacına çatdı. Ağac susuzluqdan büzüşmüşdü. Fərhad bir qədər fikirləşdi, sonra kiçik bir arx qazdı və çayın suyunu ağaca yönəltdi. Beləcə alma ağacı dirçəldi. Fərhad yenə düşündü: "Mən böyük bir iş görməliyəm." Yenə yoluna davam etdi. Getdi və bir dovşanla qarşılaşdı. Dovşanın ayağı tələyə düşmüşdü. Fərhad tələni açdı və dovşanı azad etdi. Amma o yenə də qane olmadı. "Yox, bunlar xırda işdir. Mən böyük iş görməliyəm." Daha sonra bir inək gördü. İnək həyəcanla sağa sola qaçır, insanları qovurdu. Hamı qorxu içində o tərəf bu tərəfə qaçırdı. Fərhad inəyin balasını axtardığını anladı. Tez onun balasını tapıb gətirdi. İnək balasını görən kimi sakitləşdi. Kənd cəmaatı dedi: "Sağ ol bala, bizi böyük çətinlikdən qurtardın. Gəl, biraz otur dincini al." Fərhad onlara təşəkkür edib dedi: "Yox, mən hələ böyük bir iş görməliyəm." Beləcə yoluna davam etdi. Yolda Fərhad bir çox işlər gördü. İnsanlara, heyvanlara yardım etdi. Nəhayət, axşamüstü yorulub evə qayıtdı. Nənəsi qapıda oturmuşdu. Onu görən kimi dedi: "Ay bala, harada idin? Gözüm yolda qaldı." Fərhad dedi: "Gəzdiyim yerlərdə bir iş görə bilmədim. Əlim boş qayıtdım." Nənəsi gülümsəyib dedi: "Ay sənin saqqalın ağarsın. O qədər iş görmüsən, hələ də deyirsən əlim boşdur?" Fərhad təəccübləndi. "Hə, sən nənəni nə bilirsən? Bütün xəbərlər gəlib mənə çatıb. Kömək etdiyin qonum-qonşu çox sağ ol demək üçün yanıma gəldilər." "Ürəyim dağa döndü bala.
Gəl bir alnından öpüm. Nənə, axı onlar xırda işlərdir. Nənəsi onun başını oxşayıb dedi. Oğlum, yaxşılığın böyüyü, kiçiyi olmur. Bəzən çox kiçik sayılan bir işə nə böyüklükdə savab verilər. Əsas odur ki, o iş Allaha xatir olsun. Bəli, əziz balalar, biz də gündəlik həyatımızda böyük-kiçik demədən yaxşılıqlar etməyə çalışmalıyıq. Bir insana gülümsəmək, bir kimsə sizə kömək etmək, ətrafımızı təmiz saxlamaq, bunlar kiçik görünsə də təsiri böyükdür. İndi siz deyin görüm, başqa hansı yaxşı işlər görmək olar? Əziz balalar, bu nağılımızı da bəyəndinizsə, o zaman şəkil çəkib bizə göndərməyi unutmayın.